Əziz izləyicilərim, hər birinizi salamlayıram. Məktəbimizin psixoloqu ilə 7B sinifimizdə bullyingə qarşı maarifləndirici videoçarx izlətdik və elə bu mövzuda maarifləndirici söhbət apardıq. Elə bu mövzuda sosial şəbəkədə olan hesablarımda da danışmaq istəyirəm. Deməli, bullyingin müxtəlif növləri var. Fiziki bullying nədir? Döymək, itələmək, zərbə vurmaq. Sözlü bullying təhqir etmək, ələ salmaq, lağa qoymaq. Sosial bullying kənarlaşdırmaq, arxasınca danışmaq, qrupdan uzaqlaşdırmaq və bir də kiberbullyingi var. Burada isə təhqir edici mesajlar yazmaq. Yaxşı, baxaq görək bullyingə məruz qalmış şagirddə hansı proseslər baş verə bilər? Deməli, şagird özünə inamını itirə bilər, dərsə gəlmək istəməz, tək qalmaq və susmaq istəyə bilər, hətta psixoloji travma yaşaya bilər. Əgər yanımızda bullying baş verərsə, bəs biz nə etməliyik? Əziz şagirdlərimiz, bu zaman biz bullying baş verərsə də susmamalıyıq. Əgər belə bir hadisə baş verərsə, müəllimə, psixoloqa və yaxud da ki, öz valideynimizə, digər yoldaşımızın valideyninə bu haqda məlumat verməliyik və bullyingi edən şagirdə yox, bullyingə məruz qalan şagirdə dəstək olmalıyıq və beləcə, əziz şagirdlərimiz, məktəbimizdə hörmət, anlayış, birlik mühiti yaradıb təhsilimizə davam etməliyik. Hər birinizdə dəyərlisiniz bizim üçün. Özümüz alqışlayırıq.